Qadın, Azərbaycan qadını nə edir? Ailə qurur, gedir yad bir ailəyə. Öz anasını, atasını qoyur, qardaşın, bacısını, gedir yad bir ailəyə. Yad bir ailədə uyğunlaşmağa çalışır. Orada onun üstünə gəlirlər. Orada onu yeri gəlsə zəif nöqtələrindən vururlar, belə deyək. Əzirlər. Sən yemək bişirməlisən, altıda durmalısan. Yəni sən bunları eləməlisən, bir borclusan kimi bir enerji yayırlar bizə. Amma sən xoşbəxt olmalısan, heç kim demir. Və yaxud da əgər bir insan artıq deyirsə ki, mən yoruldum, mən rahat yaşamaq istəyirəm. O rahat sözünü də insanlar pis qəbul edirlər ki, sən niyə rahat yaşamaq istəyirsən ki? Sən bəyəm rahatçılıq istəyirsən? Xeyr, sən bir 30-40 il əziyyət çəkməlisən. Daha sonra sən rahatçılığa çıxa bilərsən, sənin icazən var. Biz əgər baxsaq öz nəslimizə, hər birimizin nəslinə, nənə babalarımızdan gəlir bizim. Azərbaycan strukturu artıq bu cür qurulub ki, qadın özünü ailəsinə fəda eləməlidir. Heç bir təmənna olmadan, heç bir çox sağ ol deyilmədən və daha sonra da bir müddət yoldaşı tərəfindən əzildikdən sonra, qaynana-qaynatı tərəfindən əzildikdən sonra uşaqlar başlayır o qadını əzməyə. Doğru. Çünki mən hər zaman demişəm, bir qadın əgər öz ailəsində əzilirsə, bizim uşaqlarımız, biz onları nə qədər çox istəsək, bizim uşaqlarımız bizim ən birinci düşmanlarımızdır. Nəyə görə? Çünki biz birinci yıxılsaq, uşaqlarımız bizim üstümüzdən keçib, adlayıb və yəni bizi saymayacaqlar.